Bir tədris versiyasının bugünkü dərsində sizlərlə bazamızda müqavilələrin yaradılması haqqında danışacağıq. Müqavilələr bizə, məsələn, yaratdığım elektron avadanlıqlar kimi bir bazada lazım ola bilər. Hər hansı bir kursu üçün müqavilə lazım ola bilər. Marketlərdə, yenidən mağazalarda, yəni fərqli müəssisələrdə, şirkətlərdə biz istədiyimiz müqavilələrdən rahat şəkildə istifadə edək və onları təsdiqləyək deyə mütləq bazamıza da müqavilələri əlavə etməliyik. Mənim artıq elektron avadanlıqlar deyə bazam var və mən bu bölmədə konfiqurasiyanı açıram və bu hissədən əlavə edəcəyik. Onu qeyd edim ki, müqavilələrin olması üçün bizə həm soraqçalar, həm də sənədlər bölməsi lazımdır. Buna görə də mütləq hər ikisi artıq bu hissələri doldurub, həmçinin də qaymələri mütləq yaratmış olun. Hətta işçilər, müştərilər olmasa belə məhsullarımız və alış-satış qaymələrimiz olmalıdır ki, biz müqaviləni yenidən bölməyə əlavə edə bilək. Müqavilə yaratmaq üçün mən soraqçaların üzərində sağ düyməyə toxunuram və əlavə edərək adını sadəcə müqavilə olaraq qeyd edirəm. Müqavilə yazdıqdan sonra alt sistemlərə daxil oluruq və qruplar qeyd edirik. Əgər siz burada heç bir qrup seçməsəniz, müqaviləni yaratsanız belə bazada adı görünməyəcək. Ona görə də mütləq hər ikisini aktiv etməlisiniz. Əlavə olaraq isə başqa heç bir şey aktiv etməyimizə bu bölmədə ehtiyac yoxdur. Sadəcə bağlayıram. Və daxil oluram təkrar sənədlər olan hissəyə. Sənədlərdə, digər dərslərdə biz alış qayməsi və satış qayməsi qeyd etmişik. Alış qayməmizdə yuxarı hissədə sadəcə alıcımızın adı və qeyd olunur. Amma əlavə isə heç bir məlumat yoxdur. Biz bu hissəyə yeni bir məlumat əlavə etməliyik, yəni ki, müqavilə əlavə etməliyik. Müqavilə yazdıqdan sonra müqavilənin yazı tipini, yəni uzunluğunu istədiyiniz qədər geniş tuta bilərsiniz. Və tip olan hissədə mütləq müqaviləni müqavilə ilə əlaqələndirməlisiniz ki, bizim yaratdığımız müqavilələr artıq alış qayməsində də qeyd olunsun. Daha sonra isə eyni əmri təkrar satış qayməsi üçün də edəcəyik. Bunun üçün alış qayməsini bağlayıram və təkrar satış qayməsinə daxil oluram. Verilənlər bölməsini açıram və plus vasitəsilə bir müqavilə daha bu hissəyə əlavə edirəm. Tipi olan hissəyə isə təkrar buradan müqaviləni əlavə edirik. Müqaviləni yazdıqdan sonra ekranı bağlayırıq və bazamızı yeniləyirik ki, dəyişikliklər artıq bazamızın içərisində qeyd olunsun və bazamıza daxil oluruq. Diqqət etsəniz, alış qayməsinin öz içərisində də bu bölmədə müqavilə var və həmçinin alışın içərisində də müqavilə yazısı gəlir. Həmçinin satışda da müqavilə var və satış qayməsində də müqavilə olmalıdır. Sadəcə mənim satış olan hissəmdə müqavilə aktiv deyil. Onu yenidən satışdan əlavə edim ki, müqaviləm bu bölmədə görünsün. Belə. Müqavilənin içərisinin doldurulması da çox sadə bir üsuldur. Mən baxıram ki, mənim yaratdığım alış qayməsində kimlər var? Məsələn, Həsən kreditlə alıb, müqaviləsi yoxdur, malın adları qeyd olunmayıb. Malın adı olaraq, məsələn, qeyd edə bilərəm bu hissədən notebook, smartphone, məsələn, iPhone 16 Pro yazıram. Bir say olaraq qiymət tam dəqiq şəkildə bilmirəm. Sadəcə olaraq, məsələn, yaza bilərik 1500 deyək ki. Və keçirib bağlayırıq. Bağladıqdan sonra bu hissəyə qeyd olunur, lakin müqaviləmiz yoxdur. Biz burada əsasən nəyə diqqət etməliyik? Alıcımızın adı Həsəndir və o telefon alıb bizdən, yəni ki, smartfon alıb. Bunun üçün biz müqaviləyə daxil oluruq və bu hissədən qeyd edirik Həsən. Bunu müqavilə olaraq yaddaşa yazıb bağlayırıq. Artıq alış qayməsinə daxil olduqda həmin müqaviləmiz bu hissəyə də gəlmiş olacaq. Təbii ki də hər şəxs üçün ayrı-ayrılıqda müqavilə yazmamıza ehtiyac yoxdur. Məsələn, mənim hər hansı başqa bir alıcım var deyək ki, məsələn, Fərid. Fərid alıb deyək ki, notebook.
Müqaviləni biz buradan da yaza bilərik. Məsələn, qeyd edə bilərəm ki, yuxarı hissədə Fərid və notebook və yaddaşa yazıb bağlaya bilərəm. Fəridin adını birbaşa bu hissəyə də seçə bilərik. Daha sonra isə istədiyimiz kimi yenidən notebooklara daxil olub Lenovo, HP hansını istəsək əlavə edə bilərik. Məsələn, bir dənəsi deyək ki, 890 və keçirib bağlayırıq. Belə, artıq mənim müqavilələrim həm bu hissədə qalmış olacaq, həm də alış qayməsinin öz içərisinə əlavə olunmuş olacaq.